Salam, hörmətli dostlar. Keçən videomuzda biz Mehdi inancının nəqli dəlillərlə İslama yad olduğunu sübut etdik ki, bu İslamdan təqribən 250-300 il sonra yaranmış bir doktrinadır, bu inancdır. Yəni, nə Quran-ı Kərimdə, nə İslamda bu məsələ yoxdur. Quran-ı Kərimdə imam olaraq şamil edilən Quranın özüdür. Yasin surəsinin 12-ci ayəsində də buyurulur İmam-ı Mubin, açıq aydın imam Qurandır və Hadi Allahın adıdır. Hadi Allahdır, hidayət edən Allahdır. Hətta Peyğəmbərə də buyurur ki, sən hidayət edə bilməzsən, sən sadəcə mübəlliqsən, təbliğatçısan, hidayət etmək mənə məxsusdur. Mehdi də Həzrəti Məhəmməd salavatullah özüdür. Yəni, hidayət olunmuş İslam əqidəsinə görə budur və salam. Onu izah etdik ki, Mehdi inancı nə vaxt yaranıb, imamət doktrinası nə cürə təzahür edib. Ancaq burada əqli fəlsəfi cəhətdən müəyyən məsələləri nəzərinizə çatdırmaq istəyirik ki, bu Mehdi inancı İslam fəlsəfəsinə, Quranın vəhiy məntiqinə tamamilə zidd olan bir məsələdir. Allah adildir, ədalətlidir. Allah Teala peyğəmbərləri yer üzünə fəsadın baş verdiyi, inancın aradan getdiyi bir ərəfədə göndərir. Ölsələr də, şəhid olsalar da, başlarına hansı müsibət, çətinlik gəlsə də Allah göndərir və bunlar həyata keçirirlər bu missiyalarını. Əgər bu Mehdi də bu iş üçün nəzərdə tutulubsa, baxmayaraq ki, onu Peyğəmbərlərdən daha üstün bir funksiyalar şamil edirlər ki, yəni heç Peyğəmbərlərin edə bilməyəcəyi, etməyəcəyi şeyləri bu edəcək, möcüzələr göstərəcək, qılınclar, belə silahlar işləməyəcək və s. də bu mənbələrdə bu xurafatlar onun adına şamil edilibdir. Ona bir qeyri-adi, bir ilahi obraz verilib, yəni ikinci bir tanrı kimi. Zamanın sahibi, hansı ki, hər şeyin sahibi Allah olduğu halda, zamanın imamı, yiyəsi, sahibi, qeybi bilən, hamının taleyini bilən, təqdir eləyən, hamını görən, yəni Allah kimi hamını görür. Yaxşı, amma bundan əlaqə yoxdur. Yaxşı, bu imam funksiyası ondan ibarətdirsə ki, əgər nübüvvətdən də deyirsiniz, üstün bir funksiyadır bu. Əgər bundan ibarətdirsə, Allah bunun üçün nəzərdə tutulubsa, yeri idarə eləmək, ədaləti bərqərar etmək də bu 1300 ildir bu Çingiz xanın İslama, müsəlmanlara qarşı bu qırğınlarından tutmuş, lakin Bağdad xilafətini dağıdıb, İslamı məhv etməsindən tutmuş İslam ümmətini, bax bu günümüzə qədər baş verən bu müsibətlər, ümumiyyətlə bu tək İslam aləmində yox, ümumiyyətlə bəşəriyyətdə baş verən bu boyda ədalətsizliklər, zülmlər, bəs onda bu 1300 ildir, bu imam niyə funksiyasını yerinə yetirmir? Yəni, əgər bu siz dediyiniz kimidirsə, axı, bu Allaha ədalətsizlik şamil etməkdir. Yəni, Allah sanki bir imamı Allaha ədalətsizlik və qorxaqlıq şamil etmək ki, haşa estağfurullah, bu da böyük bir küfürdür, dindən çıxmaqdır bu. Yəni, Allah bu imamı nəzərdə tutub, mənbələrinizə görə deyir ki, qorxu səbəbilə imam gəlmir. Yəni, Abbasilərin qorxusundan 5 yaşında bu qeybə çəkilib. Heç olmasa bir 20-30 yaşında da qeybə çəkməyibsiniz ki, bu heç olmasa bir 20-30 il fəaliyyəti olaymış. Ondan sonra deyilmiş, bu 5 yaşı heç həddi buluğa çatmayıb, baxı. Bu Quranla zidd təşkil edir. Quranda da mükəlləf adam gərək həddi buluğa çatandan sonra olar. Həddi buluğa çatmamış uşağın hətta dediyi etibarsız hesab olunur. İndi buna ilahi sifətlər şamil edib sizdə imam nəsildən olduğuna görə, filan olduğuna görə bu güya belə olsun. Yaxşı, bu 4 nəfərdə biri əlaqə saxlayırmış, məktub gətirirmiş, sonra da vəfat edib, sonra bu birisi, dördüncü də onun oğlu. O da vəfat edəndən sonra təqribən 70 ildən sonra təmiz əlaqə kəsilib və deyib ki, mən bir də qiyamət gününə bir qədər qalmış zuhur eləyəcəm və indiyə kimi də heç bir əlaqə, rabitə yoxdur. Hətta hədislərdə qeyd olunur ki, kim iddia eləsə ki, mənim ondan əlaqəm var, bu batil məsələdir, yalandır. Yaxşı, bu əlaqəsi, rabitəsi yerlə olmayan bir imam necə təsəvvür oluna bilər? Yəni, təsəvvür inşallah Peyğəmbər göndərib, amma Peyğəmbər Marsda gedib oturub, heç ondan bizim xəbərimiz yoxdur. Bu necə, hansı məntiqdir? Yəni, bu mənə çatmır. Yəni, insanlarımızı, avam adamlarımızı illərlə, nəsrlərlə alladıb, doluyub bu yerə çatdırmaq nə deməkdir? Vaxtilə Sovet dövründə bu Bakı Sovet tərəfdə bir qapının üstündə yağış suyundan bir şey peyda olunmuş, cəmaat 1 milyon adam oraya yığılıb ki, imam zuhur eləyib. Yəni, gör necə ümid varmış ki, yəni bəlkə də gələcək bu Sovet imperiyasında artmağa gəlib. Sonra bu Cumhuriyyət dönəmində deyəsən bu İngilis əsgərlərindən, bu bolşeviklər gələndə Şəmkirin hansısa bir kəndində, Qapanlı ya hansı kəndində, orada bir taxta, bir sandıqçanın içində 2 göyərçini salıbmışlar, onlar orada qığıldadıqca bunu yayıblar ki, bunlar güya İmam Mehdi bu qabın içindədir və bütün millət axışıb gedirmiş ora, şam yandıran, qurban kəsən, Dərbənddən belə, nə bilim, müxtəlif yerlərdən belə insanlar gəlmiş. Hələ də ora deyəsən ziyarət kimi bilmirəm, qalır yoxsa qalmır. Yəni, bu dünyada bu qədər, bax, bu Mehdilər, filanlar yaranıb. Baxı, bu insanları qınamaq olmur. Yəni, bu adamlar
sadəlövdür və yaxud da ki, inanclı olmaq istəyir inansın və görür də ki, bu şeylər var, deyir, inanmasam da düz gəlməz, ya kafir deyərlər mənə, buna mən inanım. Amma gəlin biz bu bilənlər, sizlər bu məsələni bir aydınlaşdıraq, üzə çıxardaq. Nə olsun 1400 ildir bu gəlibdir, bu yerə çıxıb. Və bu iman varsa, bunu Allah nəzərdə tutubsa ki, bu yer üzündə iş görməlidir də, nəsə bir funksiya həyata keçirməlidir. Axı bunun funksiyası həyata keçirməli olduğu dövr gəlib çıxıbdır. Nəinki indi 1300 ildir bu dövr gəlib çıxıb. Yəni bu Həzrət Peyğəmbərlə, Həzrət Məhəmmədlə indiki dövr arasında 1400 il keçibdir. Yəni bu 1400 il ərzində bu qədər hadisələr baş verib. Bu imamın da funksiyası deyirsiniz ki, Peyğəmbərdən daha üstündür. Və bu yaxşı heç olmasa o qeybdən idarə etmək məsələsini mümkün olmazdırmı? Yəni bir ki, tutaq ki, indi deyirsiniz qorxuya görə gəlmiş. Yəni bu zamanın uzanmasını heç kim izah eləyə bilmir. Da ki, bu 1400 il ərzində bunun uzanması nədir? Təbii ki, Allahın boynuna atırlar ki, Allah özü belə istəyir. Bu da Allaha ədalətsizlik şamil etməkdir. Və yaxud da Allaha qorxaqlıq şamil etməkdir ki, Allah yəni bir imamını yer üzündə qoruyub saxlamağa gücü çatmır, ona görə də bunu gizdində saxlayır. Bunu siz deyirsiniz, iddia edirsiniz. 124 min Peyğəmbər göndərmiş Allah imamı sağ-salamat yer üzündə bərqərar eləməyə sanki gücü çatmayıb, onu qeybət çəkib, indi də göndərmiş ki, düzəlsin. Hələ bunu da yazırsınız ki, niyə gəlmir? Çünki düzəlməlidir. 313 nəfər o köynəklərə yazdılar, nə bilim, neynirlər. 313 nəfər olmalıdır. Yəni onu qorumalıdır, mühafizəsi filanı təşkil olmalıdır ki, bu gəlsin də. Bu düzələndən sonra yer üzü, tutaq ki, mən, sən, başqaları bu yer üzünü nizamlayandan sonra, səhmana salandan sonra onda imamın nə funksiyası qalır yaxşı. Və bu imamın elə funksiyasıdır da ki, gəlib bu müalicə eləsin. Tutaq ki, xəstə ağırlaşanda ya vəfat eləyəndən sonra ona həkiminə ehtiyac var ki, o xəstə adama həkim lazımdır ki, onu gəlsin müalicə eləsin. O xəstəlik ərəfəsində o lazımdır. İndi insanlar xəstələnir, zülüm çəkir, çürüyür, gedir, öləndən sonra mı gələcək bu həkim? Yəni, bu sizin məntiqinizə görə, bu ideologiyaya görə bu suallar yaranır. Yəni, bu iftiralar Allaha atılır, bu İslama atılır ki, bu Mehdi adında Allah bir varlıq yaradıbdır, imam təyin eləyib, bu hətta Allahın özünün funksiyalarına malik bir qüdrətə sahib bir varlıqdır, amma bu qeybə çəkilib, bu yerlə də heç bir rabitəsi yoxdur, sadəcə seyr eləyir. Yəni, bu qədər fəsadlar baş verir, bu qədər hadisələr baş verir. Yəni, bu sadəcə seyr eləyir, baxır bu məsələlərə, bu ədalətsizliklərə, bu fəsadlara, bu dinin tərif olunub 800-600 məzhəbə, təriqətə bölünməsinə və gəlib bu ölən körpələrə, nə bilim, insanlara, günahsız insanlara bir nicat vermir. Və düzələndən sonra gələcək. Yəni, bu zülm artıq, zülmü olduğu vaxt gəlməlidirsə, bu artıq zülm daha həddini keçibdir. Niyə gəlmədi onda? Niyə gəlmədi? Ona görə də başlayırlar neynəməyə? Bu suallara cavab tapa bilmədiklərinə görə təzə Mehdilər yaratmağa. Baxın, indi Əhməd Əl-Yamani İraqda peyda olub. İndi bu inancın əsas kökü bu Əcəm İraqında yaranıb. İran-İraq arası. Şubiyyə. Bu, indi Əhməd Əl-Yamani də oradan çıxıb, o farsların o vaxt yazdığı mənbələrdən də özlərinə qondarma rəvayətlər düzəldiblər, əsaslar yaradıblar. İndi Qərbdə də təbii ki, onların ideoloji, sosial dayaqları var. İndi nə maraq, nə məqsəd var, o da məlumdur. Və bunu yaradıblar ki, bu da gəldi da, bu Mehdi gəldi. Amma da indi hədislərdə göstərilən kimi silahlar dayanacaq, nə bilim mən, bu işləri görəcək, oranı belə eləyəcək, buranı elə eləyəcək filan. Bu alınmadığına görə buna da bir manevr eləyirlər ki, o məcazi mənadadır. Yəni, o silahlar dayanacaq, müharibələr dayanacaq. Yaxşı, bu Kəbədə zuhur eləməli idi. Bu nə oldu bəs? Əsl Kəbə Səudiyyədə deyil, Petra şəhərindəymiş, Yordaniyada. İndi orada bura gedib gəlir də yəqin bilet alıb. Çünki əsl Kəbə Petradaymış. Bu həqiqətə uyğun gəlsin də, biraz axı cəmaat deyəcək, bu Kəbədə olmalı idi, nətər oldu. Təsəvvür eləyin, görün, nə Məlik Məmməd nağılları, nə dastanlar yazırlar, nələr yaradırlar. Bunun adına din qoyurlar. Yəni, bugün təbii ki, müsəlmanların 80% Quranı oxumuyur. Ölkəmizin özündə olsun. Bugün məscidə gedən insanların bir rəy sorğusu keçirsəniz, onların 96-97% Quranı tam oxumuyubdur. 60-70% də ümumiyyətlə Qurandan xəbəri yoxdur. İndi bir-iki ayə oradan-buradan eşidib olarlar internetdə falan da. Amma belə. Amma məsələn, Mehdi inancına hamı Allah qədər inanır ki, belə. Yaxşı, bu Allahın ədalətinə qeyd etdi ki, bu ziddir.
və əsas Mehdi də Qurandır, Həzrət Peyğəmbərdir. Bunun nə İslamda əqli, nə də nəqli, heç bir dəlili, heç bir fəlsəfi əsası, heç bir ideoloji əsası tutarı yoxdur. Vəssalam. Nəqli cəhətdən də bunu ispat etdik ki, Peyğəmbərdən 300 il sonraya qədər bu məsələ ilkin mənbələrdə olmayıb, Quran-ı Kərimdə də bir mənalı şəkildə yoxdur. Əksinə, o məsələnin əksini sübut edən ayələr və dəlillər var. Bunu qeyd etdik. Və əqli, fəlsəfi, məntiqi cəhətdən də qeyd etdik ki, bu Mehdi inancına inanmaq Allahın ədalət sifətinə ziddir. Allahın qüdrət sifətinə ziddir. Yəni, Allah imamını yer üzündə qorumağa qadir olduğu halda siz deyirsiniz ki, yox, qadir deyil. Ona görə də 1400 illik gözləyir. Həmçinin siz deyirsiniz ki, Allah bu imamı yer üzünə bu zülmün olduğu bir dövrdə göndərmir. Yəni, sanki Allah, nəuzubillah, əstağfurullah, haşa, ədalətsizdir. Yəni, bu ədalətsizlikləri, bu zülmün artıq qırmızı xətti keçdiyi bir ərəfədə imamı göndərmir. Hansı ki, əvvəlki peyğəmbərləri elə o zülm olduğu vaxtlarda göndərmişdi. Bu sual da meydana çıxır. Uşaqları torpağa bastırdılar, Həzrət Muhammed sallallahu gəldi. Lut qövmü homoseksuallıq edirdi, Lut peyğəmbər gəldi. Firon Allah elan eləmişdi özünü, Musa peyğəmbər gəldi. İndi özünü imam elan eləyən də var, peyğəmbər elan eləyən də var, Allah elan edən də var. Homoseksualizmi rəsmi dövlət səviyyəsində Avropada qəbul ediblər. Zülmdəki bugün də bunu təfsilatına verməyə ehtiyac yoxdur. Bu zülm ərşə dayanıbdır. Bəs onda o peyğəmbərləri Allah hələ bir məhdud halda, dünyanın bir məhdud yerlərində yaranan zülmə görə göndərirdi. Səttah ki, Lut qövmü müəyyən bir coğrafiyada, Həzrət Peyğəmbər hələ bir Səudiyyə indiki ərazisində, Nəcddə gəlirdilərsə, amma bugün bütün dünyanı bu zülm bürüdüyü halda bəs bu Mehdi ki, bu şeylərə qadirdir, buna bu sifətlər veribsiz, bu niyə gəlmir? Yəni, bunu da düz əsaslandırırsınız ki, Allahın hikməti, Allahın nə bilim mən səbri filanı. Axı, bu Allahın ədalətinlə zidd gəlir. Mən heç imamı qoyuram qırağa, İmam bəlkə öz başına deyil deyirsiniz, gərək Allah icazə verə gəlsin. Amma bəs Allahın ədalətini siz sual altında qoyursunuz. Bax, bu baxımdan bu çox yanlış bir əqidədir, bu yanlış bir fikirdir. Yəni, əsl Mehdi, əsl Hadi Allahdır, əsl Mehdi Qurandır, Həzrət Muhammeddir. Bu qədər.